Hoş gördük. Pravanı. Buyurun. Aşarları da. Ne oldu bakın? Yerinde başa düşersiz. Bir deyin görün bakın ne inanmışam. Ha salam köyüne dost. Haberim var. Ahır ki geçti elimize. İcazə verin, yollaşmıyor. Yollaşmıyor. Əmr almışam ki, bu maşını saxlayayım. Yerinəcən də özüm aparmalıyam. Bu ne cefengiyattır? Bilmirsen ne için? Yəqin ki, bir səbəbi var. Yine kime kömək eləmisən? Yaxşı. Aşağıları pravanı qaytar, lazım olsa özü gələr. Elədir? Nə axtıraqdınız? Bəlkə cinayətkardır. Kaş bütün cinayetkarlar bunun kim olaydı. Sənə kömək eləmək istirdim Şir Məmməd. Elə bilirdim. Buradan həmişəlik gedəcəksən. Bu nədir? Bilmirəm. Bəbrin əmanətidir. Yol yorub səni. Əyləş. Vaxtım yoxdur. Tələsir. Millis idarəsində olmalıyam. Xeyr ola. Yolda saxlamışdılar məni. Sözümə inanıb hələlik buraxdılar. Biz də inanaq. Əyləş. İşlər düyünə düşdü. Bunun 2 uşağı var. Biri də təzə olub. Bunun arvadı bəlk naxoşdur. Mənim borcum var. Sən və sənin maşının bizi ələ verə bilər. Sən getsən, hamımızın evi yıxılar. Bir fikirləş oğlum. Sizə nə dəxli? Dəxli var oğlum. Elə bilirsən, səni çağırıb deyəcəklər ki, maşını pis sürürsə? Nə özü yorursan? Səndən yaxşı bilir niyə çağırırlar. O elədiyini elədi. Əşi, kəs səsini görək. 100 ölçüb bir biç ol. Biz cəhənnəmə bizə nə olacaq olsun. Qocaların günahı nədir? Uşaqları demirəm. Sürayənin